ayına səkin üstündə saxlayanda maşına cərimə yazır, amma səkin üstündə parkinq eləyib. Nərimanov rayonu Elxan Yusifov küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan səki avtomobillərin parklanma zonasına çevrilib. Nəticədə isə piyadalar ya mənim kimi bu formada avtomobillərin arası ilə hərəkət etməli, ya da yolun hərəkət istiqamətinə çıxmalıdırlar ki, bu da onların həyatı üçün ciddi təhlükə yaradır. Uşaqla keçirik. Böyük təhlükədir. Parklanma olmasa daha yaxşı olar. Biz məcbur qalıb yola çıxırıq. Bu cəmaatın gəlib gəldiyi yoldur, düzdür. Burada saxlamaq düzgün deyil. Hər yerdə də parklanma olmaz ki. Biz saxlayanda onda bizə niyə cərimə yazırlar? Mən səkin üstündə saxlamışam, özümə 60 manat cərimə yazıblar. Piyadaların narazılığına səbəb olan parklanma məntəqəsi ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan ATV xəbərə bildirildi ki, parklanma yerləri dövlət avtomobil yollarının kənarlarında təşkil edilir. Sözü gedən ərazi də dövlət avtomobil yollarının balansına aid hissədir. Vətəndaşların maneəsiz hərəkəti üçün parklanma məntəqəsinə paralel piyada səkisi mövcuddur. Qeyd edək ki, Yerüstü Nəqliyyat Agentliyinin piyada səkisi qismində nəzərdə tutduğu ərazi restoran və çay evlərinin qarşısıdır.